Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə 25 1-ci ay 2026-cı ildə OTK-nın keçid buraxılış sınaq imtahanından 11-ci siniflərə aid olan ingilis dili suallarının izahını verəcəm. Gəlin suallarımıza baxaq. 56-cı sualda bizdən düzgün məhsul növdə olan cümləni istəyir. Biz bilirik ki, məlum növdə olan cümləni məhsul növə çevirmək üçün ilk növbədə cümləmizin, məlum növdə olan cümləmizin hansı zamanda olduğunu tapmalıyıq. A plus, fail plus ayıncı bizim hansı zamanımızdır? İndiki sadə davam edici zaman. İndiki sadə davam edici zamanı məhsul növü necə düzəlirdi? Am, is, are plus being plus nə ilə düzəlirdi? Verb 3 vasitəsilə düzəlirdi. Gəlin bu variantı tapaq. Görək həmizar işlənmiş variant harda var? Is var. Burada bizim beingimiz yoxdur. Deməli A variantı ola bilməz. Burada has var. B variantı olmaz. Was var. C variantı olmaz. Was var. D variantı olmaz. Cavab qalır nə? Y variantı. Is var. Being var. Verb 3'ümüz var. Hər şey okeydir. Cavab qalır burada nə? Y variantı. Əlli sualımıza baxaq. Deməli, bizdən burada düzgün variant istəyir. Sözə korrekt variant. Gördük ki, hərəkət var. Hərəkət varsa, deməli bizə nə lazımdır? Bizə lazımdır, deməli zərf lazımdır. And bağlayıcısı var. Hər ikisi də necə olacaq? Zərf olmalıdır. Elə burada elva ilə bitən elə birinci cavabımız əlinə qalır. A variantı. Zaten burada nədir? Zərf sifət işləmiş variantları biz çıxsaq nə qalır? Bizim cavabımız qalır. Düzgün cavab nə qalacaq burada? A variantı. Əlli səkkizinci sualımıza baxırıq. Person sayılan isimdir, sayılan tək isimdir. Bilirik ki, sayılan tək isim qarşısına biz nə verə bilmərik? Boşluq verə bilmərik. Baxaq, ikinci tərəfdə də nə var? Cold mornings var. Əgər cold morning olsaydı, burada təyin edici var. Təyin edici varsa, deməli biz orada yan artiklından istifadə edə bilərdik. Amma burada nədir? Cəmlə, isimimiz cəmlənib. Cəmdirsə biz orada yan artiklından istifadə edə bilmərik. Avtomatik C, D variantı gedir. Burada person sözü təkdə olduğuna görə, samitlə başladığına görə biz onun qarşısına yan artiklı verə bilmərik. Y variantda gedir. A variantda da sayılan tək isim qarşısında biz boşluq verə bilmərik. Ona görə düzgün cavabımız nə qalır burada? B variantı. Əlli doqquzuncu sualımıza baxaq. 59-da a number of plus cəm isim xəbərimiz cəmdə. Hər şey okeydir. The number of plus cəm isim xəbərimiz cəmdə ola bilməz. Xəbərimiz təkdə olmalıdır. 2 ola bilməz. 2 cups of coffee. Burada cups cəmdədir. Xəbərimiz cəmdə verib. Hər şey okeydir. Deməli 1, 3. Some problems. Problems cəmdə olduğuna görə biz bilirik ki, samdan sonra sayılan tək sayılmayan isim gəlir, sayılan cəm isim gəlir. Sayılmayan isim varsa xəbər təkdə, sayılan cəm isim varsa xəbərimiz cəmdə olmalıdır. Həz yox, həftə olsaydı 4'ü götürə bilərdik. Ona görə 4 də yanlışdır. Cavab qalır 1, 3, B variantı. Burada da baxırıq sualımıza. Choose a correct variant. Bizdən düzgün burada nə istəyir? Qayıdış əvəzliyini burada götürəcəyik. Deməli, burada mübtədamız bilmirik ki, kişi cinsinə və yaxud da ki, qadın cinsinə aiddir. Deməli, hər ikisini götürə bilərik. Himself ola bilər, herself ola bilər. Cavab qalır nə? 1 ilə 4. Altmış birinci sualımıza baxırıq. Okay. He home early from. Baxaq. Aha. Fikir versək ki, hərəkətlər hamısı ardıcıl baş verən hərəkətlərdir. Ardıcıl baş verən hərəkətlərdə biz hansı zamanla göstərirdik? Keçmiş sadə zamanla. Past simple ilə. Has burada olmaz, will olmaz. Was, come, researched, worked. Deməli, burada keçmiş sadə zamanda olan, hamısı keçmiş sadə zamanda olan cavab qalır nə? C variantı. 62-də bizdən uncountable noun istəyir, sayıla bilmək isimlər cərgəsini istəyir, naif sayılır. Deməli, A variantı ola bilməz, naif sayılır burada. Deməli, cousin sayılır, B variantı olmaz. Diğer sayılır, C variantı olmaz. Deməli, burada job sayılır, Y variantı olmaz, qalır cavab nə? D variantı. Homework, luck, bir də gold. Hər üçü sayılmayan isimlər cərgəsinə aiddir. 63-cü sualda positive case bizdən nə istəyir? Düzgün yəlik halını istəyir. David baxırıq ki, burada heç bir xəbərimiz yoxdur. Deməli, iz elə burada nədir? Xəbərin özüdür. A variantı ola bilməz. Apostrof S-dən sonra
got varsa biz onu nə kimi götürmürdük? Yəlik al kimi götürmürdük. C variantında let apostrof s özü yəlik olmasa da, amma ikinci tərəfdə nədir? Bizim yəlikimiz var. Yer mənalı isimlər ixtisara düşür də, bax, onlara aiddir. D variantında child kökündən dəyişirək. Cəmlən isimdir, yəlikinə ilə olmalıdır, apostrof s ilə olmalıdır. Who apostrof s-də nədir? Yəlik al deyil. Ona görə düzgün cavabımız qalır burada nə? C variantı. Deməli, 64-də choose the word that fits the definition to suggest an idea for people to think about. Burada nə istəyir? Cümləmizin nəyini istəyir? Definition istəyir. Burada nə olacaq? Definition-da the purpose sözü olacaq. Cavab qalır nə? C variantı. 65-ci suala baxırıq. Boşluqdan sonra heç nə yoxdur. Birbaşa xəbər gəlib, boşluqdan sonra sayılmayan isim gəlib, boşluqdan sonra nə gəlib? Sayılan cəm isim gəlib. A little-dan sonra cəm isim gələ bilməz. A variantı getdi. Deməli, B variantı else-dan sonra isim gələ bilməz. Getdi. Eynən C-də hər iki tərəfdə else-dan sonra isim gələ bilməz. C getdi. D variantı yenə a little-dan sonra sayılan cəm isim gəlməz. Çünki burada sonuncu boşluqdan sonra cəm isim gəlib. Y variantı bilir ki, else harda işlənir? Sual əvəzlikləri və törəmə əvəzliklərindən sonra. Burada hər şey okeydir. Modan sonra həm sayılan cəm, həm sayılmayan isim gəlir. F-dən da sonra nə gəlir? Sayılan cəm isim. Cavab qalır burada nə? Y variantı. Altmış altıncı suala baxırıq. Deməli, burada verib should not, verib shouldla da burada da should olmalıydı. Amma have verib A variantı getdi. B variantında out'un to'su yoxdur. B ola bilməz. Had, don't have to, heç aidiyyatı yoxdur. Had burada nə kimi işlənib ki? Modal fel kimi işlənib və bunun to'su anı? Əgər modal fel kimi veribsə. Had to, didn't. Elə burada cavab nədir? D variantıdır. Y variantında masdan sonra modal fel kimi to gəlmir. Ona görə düzgün cavab nə qalır? D variantı bilir ki, haddinin sual və inkarına ilə düzəlir. Did köməkçi fe'li vasitəsilə. Okay, 67-ci sualda bizdən düzgün zaman formasını istəyir. Biz bilirik ki, by the time işlənmiş cümlədə uzlaşma necə gedir? Budaq cümlə, yəni by the time işlənmiş tərəfdə cümləmiz olur past simple-da keçmiş sadə zamanda, baş cümləmiz olur nə? Keçmiş, bitmiş zamanda. O da düzgün cavabımız qardına burada A variantı. Deməli, budaq cümlə indi keçmiş sadə zamanda, baş cümlə keçmiş, bitmiş zamanda. Altmış 68-ci suala baxırıq. Z var. One of awful var. Deməli, burada elə bizə nə lazımdır? Z varsa Z harda işlənirdi? Sifətin üstünlük dərəcəsində. Sifətimiz də çox hecalı olduğuna görə nə istifadə edəcək? Mostdan istifadə edəcək. The most interesting cavab qalır nə? C variantı. Okay. 69. Choose a correct variant. Burada bizdən düzgün variantı istəyir. The latest research burada təkdədir. Sözün cümlədə sözün varsa, sözündən əvvəl gələn sözə baxırıq. Təksə xəbər təkə görə, cəmdirsə xəbər cəmə görə özləşir. Research sözü burada təkdə olduğuna görə have yox, has olmalıydı. A variantı ola bilməz. The police burada have-lə verib hər şey okeydir. B variantımız doğrudur. Biz bilirik ki, zeri zərə özündən sonra gələn ilk sözlə uzlaşır. İlk isimlə uzlaşır. Deməli, burada isimimiz cəmdə olduğuna görə is yox, ar olmalıydı. The equipment burada in var, indən əvvələ baxırıq. Təkdə olduğuna görə ar yox, is olmalıydı. It's of'unda xəbər nədə olur? İçin ümumiyyətlə xəbəri təkdə olur. Ar yox, is olmalıdır. Ona görə düzgün cavabımız nə qalır elə? Burada B variantı. 70-ci sualımıza baxırıq. Deməli, of'dan sonra cəm isim gəlib, xəbərimiz nədədir? Təkdədir. No'dan sonra of gəlmir. A getdi, B getdi. Every'dən sonra of gəlmir, C getdi. Düzdür? All plus of plus cəm isim xəbərimiz cəmdə olmalıydı. D də getdi. Both plus of plus cəm isim boşun xəbəri. Zaten bilirik ki, həmişə cəmdədir. Y variantı olmaz. Düzgün cavabımız qalır burada nə? A variantı. 71-ci sualımızda bizdən nə istəyir? Deməli, 71-ci make-up sentence. Deməli, biz nə etməliyik? Cümləni qurmalıyıq. Sözləri verib cümləni qurmalıyıq. Baxaq. Gəlin 4-lə bir dənə başlayaq. Letricəni verək, qabağa 4. Sonra gəlsin Ellos. Xəbər verək, 6. Readers verək tamamlığı, 8. Sonra verək 5. To learn. Baxaq, to learn. Sonra verək 2. The lesson.
Sonra verək 3. 3 nədir? From others. From others. Sonra verək 7-ni. Peoples. Deməli mistake. Elə bəli, düzgün cavabımıza da burada uyğun gələcək. Deməli 4, 6, 8, 5, 2. Sonunda nə verdik? 3, 7, 1. Düzgün cavabımız qalacaq buradan nə? C variantı. Okey. 72-ci sualdan isə artıq başlayır. Mətnimizin sualı vaxtımız getməsin deyə mətni tam oxumuram. Birbaşa nəyi verəcəm? Cavabları deyəcəm sizə. Burada deyir ki, mətnimiz nə haqqındadır? Mətnimiz burada How a Young Girl Broke Barriers and Inspired Others. Burada düzgün cavabımız qalır elə nə? D variantı. Çünki orada gənc modeldən söhbət gedir. 73-ci sualda deyir ki, mətnə uyğun düzgün cavabı seçin. Gəlin baxaq. Which of following true according to the passage? Halimə Adəm was the oldest participant. Xeyr, oldest nə idi? Yəni köhnə, yəni ilk deməli gözəlliyə şeyinə və müsabiqəsinə qoşulanlardan idi. Halimə Adəm became a famous model across the world without any challenges. Xeyr. Without sözü burada olduğuna görə çıxırıq. Without çünki orada nədir? Problemlərlə üzləşmişdi. Deməli burada B variantımız da olmaz. A getdi, B getdi. Halimə Adəm showed powerful motivation and hope during her career. Elə burada düzgün qalan cavabımız C variantı olur. Bəli. Orada nədir? Digər insanları da motivasiya oldu. Yəni öz nədir? Karyerası uğrunda həmişə nə idi? Belə deyək də öz belə deyək belə deyək bacarıqlarını digər insanlarda nə elədi? Göstərdi və digər əsasən də gənclər nə elədi? Onun bu motivasiyalarına nə elədi? Təsirləndi, faydalandı. 74-cü sualımıza baxırıq. Halimə Adəm story demonstrates that. Gəlin görək burada nə olacaq? Burada da səhv eləmirəmsə C variantı olacaq. Success can be achieved by staying true personal values. Burada düzgün cavabımız nə qalır elə? C variantı qalır. 75-ci sualda. Choose the correct answer question according to the passage. How did wearing hijab and full body swimsuit impact Halimə career? Burada da she became the first participant to wear them in big beauty contest. Burada elə bir düzdür. Elə birinci abzasda baxsanız, birinci abzasda var bu. 2-də wearing this clothes helped to her attract attention world life. 2-də okeydir. It caused her to lose support from her family members. Orada heç onun ailə üzvlərindən danışmırdı. It forced her to stop working as fashion model. Xeyirdir, bunun nədir? Model kimi çalışmağına təsir etdi, model işinə təsir etdi. Heç bir aidiyyəti yoxdur. Düzgün cavabımız burada nə qalır? 1-2 A variantı. Deməli, 76 writes a word from paragraph 2 which best first the definition a person who takes part in something. Burada participant sözü olacaq. 76-da deməli ikinci abzasda var o. D. Participant sözü olacaq. Deməli 75-də də participant sözü oldu. 76 sorry. 76-cı sualda. 77-ci sualda. Write the close meaning of the word fascinating from deməli to fascinate sözünə paragraf 2-dən burada biz definition seçməliyik. Bura ilhamlandırmaq, təsir etmək. Baxaq görək. Burada da to inspire sözü olacaq. To inspire sözü. Baxın, bu söz olacaq. To inspire. – 78-ci sualımıza baxırıq. Burada da deməli cümlədə ən azı cümləni tamamlamalıyıq. Ən azı 2 nə ilə? 2 sinonimi sözün 2 sinonimin əvəzləməliyik. Yəni cümlədəki sözlərin ən azın ikisini sinonimlə əvəzləməliyik. Bu da deməli səhv eləmirəmsə axırıncı paragraflar olmalıdır. Baxaq görək. Deməli ikinci paragrafın sonuncu cümləsi. Her success inspire young people to dream. To dream'in yerinə biz nə verə bilərik burada? Dream'in deməli yerinə verə bilərik. Wish verə bilərik. Ways. Wish verə bilərik burada. Desire verə bilərik.
Sonra work hard'ın yerinə burada məsələn verə bilərik ki, a lot, yəni daha çox çalışdı. Work hard'ın yerinə çox çalışmaq, yəni orada a lot verə bilərik. Bu qədər. Baxa görək, qaldımı suallarımızdan. 79 da bildiyimiz kimi nədir? 79-cu sualımızda essaydir, bunu öz yazmalısınız. Digər suallarda isə listeningdir. Listening sualları əlimizdə olmadığına görə səsləndirə bilmirik. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.